1971-ci ildə Amerikalı psixoloq Philip Zimbardo insan davranışı ilə bağlı təhlükəli bir sual ortaya qoydu. Şərait insanın mənəviyyatını nə qədər tez dəyişə bilər? Bu sualı yoxlamaq üçün Stanford Universitetinin zirzəmisində süni həbsxana quruldu. Tamamilə sağlam, psixoloji problemi olmayan könüllülər seçildi. Heç biri zorakılığa meyilli deyildi. İştirakçılar təsadüfi şəkildə iki qrupa bölündü: məhbuslar və nəzarətçilər. Əvvəlcə hər şey sakit idi. Lakin cəmi 2-3 gün sonra qəribə dəyişikliklər başladı. Nəzarətçi rolunu alan şəxslər getdikcə sərtləşdi. Alçaldıcı davranışlara keçdi, psixoloji təzyiq göstərməyə başladı. Onlara bunu edən heç kim yox idi. Sistem buna icazə verirdi. Məhbus rolunda olanlar isə sürətlə özünə inamını itirdi, qorxu və itaət hissi gücləndi. Bəzi iştirakçılarda real psixoloji sarsıntılar yarandı. Təcrübə 14 gün üçün planlaşdırılmışdı. Amma vəziyyət o qədər ağırlaşdı ki, 6-cı gün dayandırıldı. Ən qorxulu nəticə isə bu idi. Heç kim pis insan deyildi. Zülm edənlər də, susanlar da sadəcə verilmiş mövqeyin təsiri altına düşmüşdülər. Bu eksperiment göstərdi ki, güc nəzarətsiz qaldıqda insanın daxili əxlaq mexanizmləri zəifləyir. İnsanlar çox vaxt öz dəyərlərinə yox, mühitdən gələn qaydalara uyğun davranır. Zalım davranış fərdi xüsusiyyət deyil, şəraitin məhsulu ola bilər. Stanford həbsxana eksperimenti bizə acı bir həqiqəti göstərir. Əgər sistem səhv qurularsa, ən adi insanlar belə təhlükəli davranışlar göstərə bilər. Bu səbəbdən tarixdə baş verən zorakılıqları anlamaq üçün yalnız kim etdi sualı yox, necə bir mühitdə etdi sualı da verilməlidir.